Salam, mənim adım Nailədir, 22 yaşım var. İlk kitabımı birlikdə yazırıq, bölüm 5. Deməli, saat 1-dir. Həmişə istəyirəm səhər tezdən durum çalışım, amma alınmır. Gün ortadan sonra dura bilirəm. Saat 1-dir, başlayırıq. Və mən videodan əvvəl, yəni video çəkməzdən əvvəl ilk 10 minlik sözümüzü tamamlamışıq. 10.500 nə qədər olmalıdır? Açıq. Və bugün görəm maksimum 5000 söz yazmaq istəyirəm. Bilmirəm, alınır, alınmaz. 5000 söz yazmaq istəyirəm. Hədəf qoymuşam. 10.514 söz yazmışam. Onun hamısında 2 saatda yazmışdım. Bazar günü oturdum. Bütün yazdığımdan ancaq. İndi fikirləşirəm. Timeri başladırıq. Mövzularda ki, nələr idi, onları bir dənə yada saldım. Şeyi dəyişdirdim. Viktorun ölümündə yeni bir faktor ortaya koydum. Onsuz da paylaşılmış indi hazırki bölüm dəyişilmiş versiyasıdır. Səsim gedir. Minnoş sesimə baxın. Minnoş. Nəysə. Viktoru elə bir uydurma qəhrəmanlarımızla tanış edirik də, hamısıyla sıra. Viktor Niyana ilə tanış olması, Niyananın Nivenindən şübhələnməsi, Niven başlıca şübhə mənbəyi idi. Viktorla Niyananın Nivenindən danışması, ikisi bir yerdə birləşir, ondan danışır. Səhər Zenlə Sayeli görür, onlar haqqında biraz məlumat. Ruhani daş dərsi çox qəşəng idi, maraqlı idi. Hamısının haqqında kiçik məlumat verən bir dərs idi. Keryanın dava çıxartması, onsuz da Keryan pis adamdır, həmişə edəcəyi şeydir. Viktorun Nivenin ruhunu yoxlaması və öyrənir ki, bu nədir? Vəhşiləşmiş ruhdur. Niyananın Vatikana hər şey danışması. Niyana Viktorsuz tək başına gedir Vatikana hər şey danışır. Sonra əslində bunun da bir şey var. Niyə tək gedib danışmasında bir şey var. Qorxu, boş verin, yalan şeydir. Nivenin tutulması, gəlib bacısının əllərinə zorla alırlar. Nivenlə Viktorun danışması, ikisinin arasında diyalog keçir. Viktor çox peşman olur. Viktorun bacı qardaşı ilə dalaşması və son olaraq da Rinanın Keryana yalvarması. Bununla da bitir. Son olaraq da buydu. İndi isə qalır Nivenin qurtulması, yəni qurtarılması da həmin onların əlindən. O da indi görək nə tər olacaq, bilmirəm. İndi onu eləməliyəm. Viktorunu qurtaracaq, başqa birini qurtaracaq. O yazandakı hissimə bağlıdır. Nəysə, bu qədər. Yazmağa davam edim. Mən yazmağa davam edim, yazdıqca da deyəcəm olsa. Balaca qonağım var. Tamam annem. Pis. Yazmağı sevirsən balam? Hı? Yiyim seni. Allah yerim ben bunu. Tam bir rahatlatma mekanizmasıdır. Mini bir qonağımız var. Deməli saat 2 saat oldu və mən 2000 söz yazdım 2 saatda. 2 saat 20 dəqiqədə 2000 söz yazdım. Qucağımda belə sakit otursa nə var idi? Oturmur. Maraqlı hissədəyəm, olayların gedişatı bəlli olur. Biraz çətin gedir, amma xəyal edərək rahatlıqla gedir. Deməli, Viktoru cəzalandırırlar sırf Nivenə kömək elədi deyə. Halbuki Nivenin günahsız olduğunu onlar da bilir. Sadəcə Nivendə qaranlıq gücdən var deyə onlar Nivenin yox edilməsini istəyirlər. Çünki qorxurlar, istəmirlər Niven gələcəkdə bir təhlükə yaratsın, indidən yox etməyə fikirləşirlər. Amma buna əks olaraq Viktor bir balaca uşağın sırf bir təxmini bir
şey üçün yox edilməsinə qarşı çıxır. Sırf buna görə də Viktoru cəzalandırırlar. Hətta Viktorun atasını da çağırırlar. Atasının Viktoru danlayacağını düşünərkən o sırada atası onunla qürur duyur. Niyə? Çünki bütün bu qayda, qanunlara boyun əymiş ata illərdir paslandığını düşünür və oğlunun belə bir şey etməyinə qürur duyur ki, sən yəni qorxmadan bunlara qarşı çıxa bilirsən deyə onu dəstəkləyir. Amma ki Miran belə düşünmür təbii ki. Həmişə deyir başımızı bəlaya salacaqsan, bəsdir artıq. Gələcəkdə daha böyük bir bəlaya yol aça bilərsən deyə şey eləyir, əsəbləşir ona. Amma ki bu onu sevdiyi üçündür, yəni həmçinin onu sevdiyi üçün qorxur, onun başına bir şey gələcəyindən qorxur. Ona görə belə davranır. Bu bölümlər biraz məni şey elədi. Ən xoşbəxt bölümlər bunlar ola bilər. Çünki bundan sonra bir də xoşbəxt olunmayacaq. Hətta bir neçə səhnə daha var. Onlar yazdıqdan sonra xoşbəxtçilik uçub gedəcək. Artıq özünü yəni yaşamaq tutqusu qalacaq ki, yaşamağı bacarmaq. Artıq xoşbəxtçiliyi axtarmayacaqlar. Artıq yaşaya bilməyi axtaracaqlar. Necə yaşaya bilərik deyə bunu fikirləşəcəklər. Yəni Viktorun böyüdüyü və böyüsə belə içindəki o uşağın daima qalması və o fikirlərinin heç vaxt dəyişilməməsi. İnsanlar ona deyir, böyüyəndə fikrin dəyişiləcək, sən hələ uşaqsan, başa düşmürsən niyə belə oldu. Amma böyüsə belə onlar kimi fikirləşməyəcəyini onları sübut edəcək. Yəni yazmağa davam edirəm. Burada ikisi də mənə baxır ki, hə, sonra nə oldu, sonra nə oldu, de görək, biz sənə qulaq asırıq, tez ol, tez ol, cavab ver görüm. Minnoş. Və saat 5-dir, tam-tamına 4 saat 8 dəqiqə işləmişəm və 4000 söz yazmışam tam-tamına. Hekayənin maraqlı hissəsindəyim deyə dayanmadan çalışacağım. Deyəsən ki, bugünkü hədəfim 5000 idi və bugünkü hədəfimə çatacağım. 5000 söz hədəf qoymuşdum. 4000 yazdım, 1000 qalıb. Hekayənin maraqlı hissəsindəyim. Hətta nə qədər yaza bilsəm bugün o qədər yazacağım. Rekordumu qırmağa çalışıram, öz rekordumu qıracağım. Əslində hərəkətli hissələrdir deyə daha çox şey gəlir. Yəni orta hissəni mən tamamilə beynimdə qurmuşdum deyə ona görə sözlər axıcı şəkildə gedir və yaza bilirəm. İndi bu günlər nə qədər söz yazacağım. Və 5 saat dayanmadan yazdım. 5000 söz. Bugün tamamladım 5000 söz. Biraz dincəlim, ara verim. Axşam da biraz yazaq. Bugün öz rekordumuzu qırırıq. 5 saat dayanmadan yazdım da yəni. Mərhaba olsun. Həyecanlı yerimdə saxladım, düzdür. Amma başım o qədər ağrıyırdı ki, daha həyecanlı şeylər yazamayacağımı düşündüm. Ona görə saxladım ki, daha da həyecanlandırım o hissəni. İndi biraz dincəlim. Özümə gəlim, gedim yeyim, içim. Sonra isə davamını yazarıq. Saat 6-dır. İstirahət zamanı. Dincələcəm dedim, amma özümə tez bir atışdırmalı hazırladım. Elə buna nə qədər saat vaxtım getdi, ev xalqına da hazırladım. Neysə, hazırladığımı bir dənə dadaq. Nyam, çox bir şey görsənə. Mükemmel. Her zamanki kimi. Gelin indi bunu yiyeyim, sonra yazmaya devam edeyim. Ve bugünleri tam-tamına 6 saat 38 dəqiqə dayanmadan yazmışam. Ve dayandığım her anda kronometrəni də dayandırırdım. Tam-tamına da 17.000 söz yazdım. 7.000. Her saata 1000 söz. Bu sonuncusu day bilmem necə axdı. Və saat 11'dir. 3000 daha söz yaza bilsəm 10.000, bir günə 10.000 rekordumu qıracağım. Amma ki bilmirəm.
Və bu arada yəni bunların üstündən bir də keçməli olacağam, onsuz da keçəcəm. Duman belə getdi arxasıca ki, nə olur? Hə. Deməli 10.000 söz, bir gündə 10.000 söz mənim bütün rekordum olacaq. Öz rekordumu özüm qırıram da. Onsuz da bunların hamısının üstündən təzədən keçəcəm. Səhvlərim falan 100% vardır. Tələsi yazmamışam, amma ki içimdən nə keçirsə tık tık yazı belə getmişəm. Saat 2'nin yarısı. 9 saat 15 dəqiqə. Bugün dayanmadan işləmişəm. Öz rekordumu qırdım. Bir günə 10.000 söz yazdım. Amma mən bitkinəm. Çünki çox pis bir hissəni yazırdım. Bu məni məhv elədi. Amma ki sözdən boğazımda yığılıb qaldı. 10.000 eləməyə dirəşmişdim. Dedim 5.000 edə bilirəmsə 10.000 də edərəm. Amma gözləmirdim edə biləcəyimi. Amma etdim. 9 saata 10.000. Hətta 9 saat 15 dəqiqə. 20.000. 20.000. Özümü çox yazıq hiss edirəm. Bitirmək üçün amma bura gəldim. Bitirdim. 10.000 sözü necə yazdığımı hələ də bilmirəm. Amma sözlər çox axırdı da, yəni o bölümlərdəydim. Hansı ki hadisənin gedişatı gedirdi. Və o dünyadan çıxmam o qədər də asan da olmadı. Video çəkərək də yazmaq daha çətindir, nəinki şey eləmək. Çünki yadıma salırdım ki videoda çəkməliyəm. Bir hissəyə qədər yazırdım nələr elədiyimi də. Bir hissədən sonra dayandım. Nə mənalı dayandım? Həm vaxtım çatmayacaqdı yazmağa, həm də ki rahat olsun deyə. Bu bölümdə çox ağır şeylər oldu. Ölüm oldu. Ölüm o qədər ağırdı ki, yəni bir insana o ölümü içinə işlətmə, yəni o ölümü qarşı tərəfə hiss etdirmə çox pis hiss etdirir. Özümə belə çox pis hiss edir. Həmişə yazanları düşünürdüm ki, gülərək yazır o səhnələri. Nə bilim, bunun ölümünü niyə bu qədər üzüldüm bilmirəm. Hətta ağladım da, pis oldum da. Təsir edici yazdığımı düşünürəm. Amma üstündə yenə də şey eləyəcəm. Çünki bir növ 10.000 sözü yazanda da hamısı birər balalarım kimidir də. Elə bir hər biri balaca uşağım kimidir. 100% səhvlərim 100% olmuşdur. Ona görə üstündə düzəlişlər axırda gedəcəm. Həm də paylaşdıqca onsuz da düzəldə paylaşıram. Nəysə, belə. Gülə bilmirəm. Çox pis oldum. Amma rekordumu qırdığıma da sevindim. Bir gündə 10.000 söz. 9 saat da az işləmək deyil. Əslində tezdən durub işləyəcəkdim. Yuxusuz idum deyə dura bilməyəcəyimi düşündüm. Nəysə, çox danışdım mən deyəsən. Gedim biraz dincəlim. Sabah ola, xeyir ola.